Evimize ne güzel, ne muhteşem bir xalça almışıq. Nərgiz, qoy yerə. Narahat olma, eviniz təmizdir. Nərgiz əl at. Nərgiz çək geçsin, Nərgiz çək geçsin, başına durun, daş geçsin. Nərgiz çək geçsin, Nərgiz. 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 İçinin gözəlliyinə. Bəli, əziz dostlar, qardaşlar, uşaqlar, aralı durun. Bu tərtərli anamızın, ürəyinə qurban olduğum anamızın maddi dəstəyi ilə alınmış xalçadır. Nərgiz, analar bir deyir, iki deyir, əlini çək Nərgiz, xahiş edirəm, mənim işimə qarışma. Bizim çox dəyərli, qiymətli almaz anamızın. Allah payını çox eləsin. Tut da Nərgiz, oradan tut. Bax, bir mitriyin üzü almaz ana tərəfdəndir. Prastinadır, nə bilim, bilmirəm nədir, bunu qadınlar Yataq bilir. üzü, prastinadır, yorğan üzüdür. Bəli, almaz anamızın hədiyəsidir. Buyur, almaz ana sizi. Allah canını sağ eləsin ana, Allah səni də böyüklükdən əsir Sizin, eləməsin. Nərgiz, sən yoxsun. Üzr istəyirəm, Allah hər birinizə uzun ömür, can sağlığı versin. Minnətdaram hər birinizə. Deməli, ənənəmiz öz yerindədir, əziz dostlar. Ənənəni pozmayaraqdan hər evimizdə olduğu kimi 26-cı evimizin də Quran kitabı, gey namaz xalçası hədiyyə olunur. 26-cı evimizin sahibi Cəsarətə. Gəl Cəsarət, bu üzə keç. Naxçıvanlı qardaşımız tərəfdəndir. Allah evinin həmişə bərəkətini versin inşallah. Amin ya Rəbbim. Allah ömrünüzü uzun eləsin. Allah balalarınızı xoşbəxt eləsin. Allah qardaş, sən də bu lahiyanın başından əksik eləməsin. Təşəkkür edirəm. Allah səni var eləsin. Allah ömür versin. Ürəyinizə mən qurban olum. Təşəkkür edirəm. 26-cı evimizin ayəti surə deyirlər də buna. Bəli, bəli. Balçılı Elnur qardaşımız və Bərdəli Fuad qardaşımızın maddi dəstəyi ilə 26-cı evinizə hədiyyə olunur. Ev sahibi Cəsarətə təhvil verilir. Çox sağ olun qardaş. Allah cibinizi dolu eləsin. Allah sizi var eləsin. Allah sizin bu lahiyədən əksik eləməsin. Təşəkkür edirəm. Saat zamanı göstərir. Çünki Zeynal əmi Zaman əminin qardaşıdır. 26-cı evimizin saatı bax bu gözəllikdə Zeynal əmmimiz tərəfindən hədiyyə olunur. Buyur Cəsarətim. Cəsarət, Çox hamınıza gözəl qurban görünür. olum. Qoy üst-üstə. Allah sizi var eləsin. Allah sizi əksik eləməsin. Mətbəx mebeli ümumi halda alınıb. Mətbəximizin ustul dəsti bizim şir ürəkli xanım bibi də bildirir. Nərgiz, qoy deyəcəm axırda. Deməli, otağının listuru, həm də digər yataq otağında olan körpələr Elə fırrasa, həm də pəncəriyə meşat edir. Aydarın otağına, tamir edillərin otağının aboyu və listuru bu evimizə 10.000 manata yaxın yardımcı olan çox dəyərli ağsaqqalımız Vidadi əmmimiz tərəfdəndir. Allah ömür versin. İşman elimizi bayaq qeyd etdim. Təranəbazı tərəfdəndir. Qeyd olunacaqdır. Keçirik. Qiymətli xeyriyyətçi bacımız Aysu bacımız. Var olsun Aysu bacımız. Deməli, otağın listuru da qeyd etdiyim kimi Şəmkirli Əli qardaş tərəfdəndir. 2 otağın listuru Şəmkirli Əli qardaş tərəfdən alınıbdır. Burada da dəyişilməz olaraq İşman elimiz qeyd etdiyimiz kimi Təranə bacı tərəfdəndir və burada gördüyünüz 4 ədəd yatacaq uşaqlar üçün çarpayı isə bu ümumi halda, ümumi şəkildə göndərilən pullarla alınıbdır. Deməli belə. Doldur, vəssalam. Hamamımız hazırdır. İsti su, istəsənə çimərsə, amma çimməyiblər. Nərgiz, istifadə edin də buna. Gözünüzün tərəfmə, Nərgiz. Sözümü bir də kəssən, B2-6. Bilirsən. İnşallah Nəzakət xanımın da evinin demək olar ki, rənginə bax, stolların başının tazına rənginə bax. Buradan beləni Cəsarət özü kişidir ki, o cümlədən bugün vətənimizə, xalqımıza Və yaxud da hər birisi yanır. Qəşəng. Birini yandı, Qoy bir çay da içək. İşimiz ən yüksək standartlara cavab verəcək şəkildədir. Niyə biləcəyim? Bunun cənnət bağını yaratmışıq. Ola bilər mən gələrəm Cəsarət. Nərgiz, Cəsarət, Allah qoysa, o dediyim kimi qonaq otağını selin, yavaşsana onu özün də Cəsarət həll elə. Allah xeyrinizi versin. Bax bu qapıda
toy olsun. Bu qapıda Tağmirinin sünnəti olub da. Yox, sünnət olub hələ kəsməmişəm. Ay yaşa. Deyirlər. Yaratmaq Rəbbimizə məxsusdur. Amma qurmaq, yaşatmaq buna deyirlər. Yəni bir ağacı əkib, onu böyütmək, onun Bu televizor altıdır, hamısını verdi. hə, boyda sula boy. Hə. Hə. Labsini yandı vermə başına dönür. Vermə. At. Tağı tut geldi. Sağ olun kardeşler, bacılar. Rabbim sizi korusun inşallah.